bugün Avtoqraf dəniz kənarında əsl off-road avtomobillə, daha doğrusu əsl off-road avtomobillərinin yol göstərəni, qanunvericisi ilə görüşür. Və məqsədimiz sadəcə sahil gəzintisi deyil, məqsədimiz yeni Jeep Wrangler Rubicon'la yaxından tanış olmaqdır. Brend fanatları artıq gözəl bilirlər ki, modelin adına Rubicon əlavəsini etməklə əfsanəvi istehsalçı nə demək istəyirmiş. Avtomobil artıq zavod səviyyəsində ən qatı, ən ekstremal yolsuzluq sınaqlarına uyğunlaşdırılıb. Başqa sözlə, onun çəkinə biləcəyi, qorxa biləcəyi, geri dönəcəyi marşrutlar tarixə bəlli deyil. Tarix demişkən, gəlin Jeep'in əsl tərcümə halı ilə qısaca tanış olaq. Ötən əsrin 30-cu illərində Amerika avtomobil istehsalatı necə deyərlər xod gedirdi. General Motors, Ford və Chrysler kimi artıq özünü tutmuş konserlər biri-birindən sürətli, dəbdəbəli avtomobillərlə yenicə böhrandan çıxmış və pul kisələrini doldurmuş müştəriləri öz satış salonlarına cəlb etməyə çalışırdılar. Lakin elə bu zaman Avropada 2-ci Dünya müharibəsi yetişirdi və uzaq görən Amerika rəhbərliyi bu müharibədən kənarda qalmağın mümkün olmadığını gözəl anlayırdı. Beləliklə hökumət istehsalçılara hərbi avtomobil yaratmağı tapşırdı, müsabiqə və tender elan etdi. Çoxsaylı sınaq və baxışlardan sonra gələcəkdə əfsanəyə dönəcək Willys qalib gəldi. Bu avtomobil dözümlü, keçimli, etibarlı və texniki xidmətdən olduqca sadə idi. O həm əskərləri daşıya bilərdi, həm də yüngül topları yedəyini alaraq operativ olaraq atəş mövqeyinə çatdıra bilirdi. Müharibənin odlu yollarını keçəndən sonra o mülki geyim geyinərək General Purpose, yəni çox funksiyalı avtomobil oldu. Sonralar isə müəlliflik hüquqları ətrafında yaranan mübahisələrdən sonra bu sözlərin ilk hərfləri GP-dən Jeep brendi yarandı və yeni avtomobillər erasının təməlini qoydu. I want to see what I might have been, what I've felt, what I've known. Never shine through what I've shown. Never free, never me. So I dub thee Unforgiven. Lap uşaqlıqdan mən düşünürdüm ki, əsl avtomobil kobud, güclü və zəhmli olmalıdır. Nümunələr də gətirirdim. Galenwagen, Hammer, Defender və əlbəttə Wrangler. Vaxt keçdi və bütün sadaladığım modellərlə yaxından tanış oldum. O vaxtki Defenderdən dərhal xoşum gəlmədi. Dinamikası, əyləc sistemi və səs izolyasiyası qane etmədi. İllər ötdükcə Galenwagenin imici dəyişdi. O, ya ərköyün yeniyetmələrin raketinə, ya da mühafizə xidmətlərinin nəqliyyatına çevrildi. Hammer isə ümumiyyətlə istehsalatdan çıxarıldı. Xoşbəxtlikdən Jeep Wrangler nəinki gündəmdə qaldı, o həm də inkişaf etdi, mükəmməlləşdi, əsl imic avtomobilinə çevrildi. Bununla yanaşı, əfsanəvi Willysdən qalmış ailə cizgilərini, yumru faralarını, şaquli radiator torunu qoruyub saxladı. Əlbəttə, avtomobilin daha bir unikal xüsusiyyətini vurğulamaq lazımdır. Onun üstünü açaraq kabriolet kimi hərəkət etmək olar. Hətta qapılarını da çıxarmaq mümkündür. Burada 32 düymlü təkər diskləri standart təchizata daxildir. Bundan əlavə paylama qutusunun aşağı pillələr sırası, əl ilə həyata keçirilən qabaq və arxa körpülərin diferensiallarının bloklaşması. Bütün bunlar müasir SUV sahiblərinin yalnız yuxusuna gələ bilər. Məhz bunlar Jeep Wrangleri istənilən məkanda məğlub edilməz edir. Əlbəttə, Jeep Wranglerin artıq pərəstiş mənbəyinə, ikonaya dönmüş xarici görkəmindən çox danışmaq olar. Lakin bugün başqa mövzu ön plandadır. Sir deyil ki, bir çox avtomobil sahibləri illərlə idarə etdikləri avtomobillərinin imkanlarından tamamilə xəbərsizdir. Elələri var ki, heç lüku açmağın yolunu da bilmir. Lük qalsın bir yana. Jeep Wrangler alanlar bilməlidir ki, hansı imkanlara malik olurlar, sözün əsl mənasında hansı zirvələrə yüksələ bilərlər. Bu avtomobilin yüksək komfortlu salonu, rahat kresloları, informativ cihazlar paneli, mükəmməl audio sistemi, funksional multimedia sistemləri, touchscreenli monitoru, bütün bunlar əlbəttə hamıya tanışdır. Bəs onun misilsiz keçim qabiliyyətini təmin edən sistemləri necə? İşə salmağı bacarırıqmı?
Əlbəttə, Jeepin tam çəkiş sistemlərinin üstünlüyünü yalnız sükan arxasında sınadıqdan sonra dəyərləndirmək olar. Jeep Wrangler Rubicon variantında Rock Track tam çəkiş sistemi ilə təchiz olunur. Bu əfsanəvi sistem yolsuzluğu fəth etmək üçündür. Xüsusən də sürüşkən yolsuzluqda böyük dartım qüvvəyə ehtiyac olanda sistem əvəzsizdir. Bu avtomobil istənilən çətinliyi macaraya çevirir. Rock Track sisteminə əyiləcin fiksasiya diferensialı, elektronika ilə idarələnən qabaq stabilizator diferensialı da daxildir. Bu komponentlər avtomobili əsl ekstrem nəqliyyat vasitəsinə çevirir. Əlbəttə onlardan istifadə etməyi bacarsan. Jeep Wrangler Rubiconun salonunda bir düymə var. Üstündə Sway Bar yazılıb. Yəqin çoxları onun təyinatını bilmir. Baxın, bu düyməni basmaqla nə baş verir? Qabaq stabilizator sanki təkərləri sərbəst buraxır. Onlar istənilən diapazonda hərəkət edib, yer səthi ilə təmas tapa bilirlər. Ekstremal şəraitdə bu imkan yaradır ki, təkərlərdən heç biri havadan asılmasın. Belə olan halda Jeep insanın ayaqla keçə bilməyəcəyi yerlərdən keçməyə qadirdir. Keçmiş dövrlərdə İtaliyada bir çay axırdı. O qədər də iti, o qədər də geniş və güclü deyildi. Lakin məhz bu çay keçərək Romaya daxil olmaq, ona sahib çıxmaq qərarını verəndən sonra uğurlu sərkərdə Yuli Sezar İmperator Sezar oldu. Rubikon çayının yerini bu günə qədər tarixçilər axtarır və mübahisələr edirlər. Rubikonu keçmək sözləri isə qəti qərara gəlmək anlayışı ilə bir tutulur. Biz də qərarımızda qətiyik. Jeep Wrangler Rubicon. Əlbəttə, belə keçim qabiliyyəti olan avtomobilin mühərriki də güclü olmalıdır. V şəkilli, 6 silindrli, 3.6 litr həcmli Pentastar belə mühərrikdir. Onun 284 at gücü var. Avtomat sürət qutusu ilə bu motor şəhərdə 14.7, magistral yollarda isə 7.9 litr yanacaq sərf edir.